Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Deməli, Rasulullah sallallahu aleyhi və səlləmin peyğəmbərliyinə, Allah tərəfindən seçilmiş birisi olmasına çoxlu dəlillər vardır. Rasulullah sallallahu aleyhi və səlləm yəni, o vaxtı öz dövründə bəzi şeylərdən xəbər verirdi. Və onlar o vaxtda olurdu. Yəni, müəyyən bir vaxtdan sonra, bir aydanmı, bir həftədənmi, bir ildənmi, 5 ildənmi sonra olurdu, sağ ikən. Və bəziləri Rasulullah sallallahu aleyhi və səlləm dedi ki, ha vaxtı olacaqdı. Yəni, qiyamət gününə yaxın, yəni, bir zaman gələcək. Və bu cürmü yəni, hədislər var, Rasulullah sallallahu aleyhi və səlləm xəbər verir. Və bunlar da həmişə yadınızda saxlayın bu qaydanı ki, yəni, o möcüzələr Allah tərəfindən Peyğəmbər sallallahu aleyhi və səlləmə verilib, yəni xəbər verilib və Rasulullah sallallahu aleyhi və səlləm onu bizə çatdırıbdır. Və çox şeylər var ki, yəni, o barədə, yəni bu dünyada, ahirətə kimi, yəni sonra qiyamət gününə kimi daha doğrusu olan məsələlərin haqqında yəni, məlumat verib bizə. Və Rasulullah sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur ki, Qala Rasulullah sallallahu aleyhi və səlləm Yəti alən-nəsi zəmanun yuhalliquna fi məsəcidihim və leysə həmmuhum illə dünya və leysə lillahi fihim həcətun fələ tücəlisuhum. Hadis-i şərifdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, insanlara bir vaxt gələcək ki, məscidlərində, namaz qıldıqları yerdə dəstə-dəstələrə bölünüb oturacaqlar. Və onların deyir, yalnız istəyi dünya olacaqdır. Yəni, istəkləri dünya üçün. Dünyadan danışacaqlar, boş söhbətlər edəcəklər. Və bir yerə toplanmaları da bir-birinə nədir? Dünya üçün olacaqdır, dünya sevgilərinə görə. Və Allah Teala'nın onlara heç bir ehtiyacı yoxdur. Yəni, sən yadında saxla həmişə ki, sən Allah evinə gedirsən, məscidə gedirsən, ibadət edirsən, yəni bu sənin üçündür və sənin nicat tapmağın üçündür. Allah Subhanahu Taala'nın ucalığına və Allah Subhanahu Taala'nın varlığına, əbədiyyətinə heç bir təsiri yoxdur. Çünki Allah Subhanahu Taala güclü, əbədi və Allah Subhanahu Taala'nın hər şeyə gücü çatan qüvvətlidir. Və onun heç bir şeyə ehtiyacı yoxdur. Möhtac olan bizik. Yəni, bizim ehtiyacımız var. Allah Taala'ya möhtacıq. Onun rəhmətinə, onun mərhəmətinə, onun bizə verdiyi hər bir şeyə bizim ehtiyacımız var. Və bəlaların bizdən dəf olmasına bizim ehtiyacımız var və s. Və onların deyir, Allahın deyir, onların ehtiyacı yoxdur həmin adamlara. Yəni ki, onların